evimizə yaxın olan market. İçərisində istədiyiniz hər şeyi tapa bilərsiniz. Bugün sizi Novxanıdan salamlayırıq. Gəlmişik, burada işlərimiz var. Onları görək və sizin üçün də video çəkəcəyəm. Televizorumuzda gördüyünüz kimi full vəziyyətdə işləyir. YouTube-da işləyir, qəşəng qoşursunuz. YouTube-da istədiyiniz hər hansı bir kinoya baxa bilərsiniz. Həyətimizin yuxarısı görürsünüz ki, bağlıdır. Yəni oradan da yenə rahat şəkildə istirahət eləmək üçün hər şərait yaradılıbdır. Heç yer görünmür. Buradan isə baxsanız, lap yuxarıdan dəniz görə bilirsiniz. Bu isə mənim tontonumdur. Oturub istirahət eləməyi gözləyir. Deyir ki, mən üzəcəm bu günlər. Üzəcəksən, Toğrul? Hə? Üzəcək inşallah. Üzə bilməsə də üzməyə söz veribdi. Hovuzumuz isti olduğu üçün rahat şəkildə yaz, yay, payız, qış demədən dincəlmək mümkündür. Və ayaq altılarımızı gətirmişik. Bunları təzə almışıq. Yoldaşım hal-hazırda onları yerinə sərəcək. Ayaq altıları niyə atırıq? Çünki hovuzdan çıxan hər kəs istər-istəməz su olur və o su eləyir buraları. Şəraiti göstərmək istəyirəm. Gördüyünüz kimi, baxın, çay qaynatmaq üçün çaynik, qəfədan var. Qab-qacağımız sağ olsun, bundan əvvəl çıxan müştəri yuyub, təmizləyib qoyubdu. Bütün növ qablarımız var. Yəni qazanda var, vilka, bıçaq, qaşıq, hər şey var. Və burada da yenə də qazanlarımız var. Tava var. Yəni istəsəz qızartma eləmək tava var. Qazan istəsəz qazan var. Çaynik əlavə var. Və paltar yuyan var. Rahat şəkildə paltarlarınızı istəsəz yuya bilərsiniz. Qaz da gəlir. Gördüyünüz kimi qaz da gəlir. Tok olsa, yəni qaz olmasa tok istifadə edirsiniz. Tok olmasa qaz. İsti su, soyuq su superdir. Hər gün, yəni hər vəziyyətdə gəlir. Burada da yenə əlavədən məsələn taxta qaşıqdır, bıçaqdır, qayçıdır. Yəni bir çox şeylər var ki, hansı ki düşünülüb də, yəni bunlar. Sonra duzdur. Bu qabları hal-hazırda gətirmişəm. Yenilərini onlarla yeniləyəcəm. Pesok var, qrafinka var. İnşallah yayda ayran falan içmək istəyirsəniz, rahat şəkildə düzəltmək olur yəni içərisində. Sonra bu havalandırmadır o heç. Qab-qacağımızı göstərim sizə. Yəni istədiyiniz hər növ qab tapa bilərsiniz burada. Burada da müxtəlif növ stəkanlar, araq stəkanı da var, viski üçün var, su içməyə var, çay içməyə var, sonra qənd qabı var. Orada belə bir qablar var ki, istəsəz yağ, fesok qoya bilərsiniz, istəsəz də ki, belə adi nələrsə qoya bilərsiniz. Sonra burada da yenə qablar var. Yəni qab çoxdur. Yəni rahat şəkildə istirahət eləmək üçün. Ləb-ləbi qabı var. Və yaxud da semiska falan istədiniz tökün istifadə edin. Ya da elə o qabları da istifadə eləmək olar, semiskanı falan. O baxımdan da rahatdır. Sonra qızlar sizə başqa nə göstərim. Burada xaladenikimiz də var və 24 saat işləyir. Çox əladır buzlanması. Sonra içərisi, aşağısı. Burada da kravatımız, 2 dənə kravatımız var və belə otaq bu vəziyyətdədir. Səliqəli, təmiz, gül kimidir. Yəni istədiyiniz vaxt rahat şəkildə, ürək rahatlığı ilə gəlib istirahət edə bilərsiniz. Yəni burada heç nə köhnə deyil. Hər şey həm təzədir, həm də yenilənir. Yəni müştəri çıxdı, arxasıca da yenilənir. Bu hamam dəstidir. 2 ədəd hamam dəstidir. 2 ədəd eyni hamam dəstinin nədir bunu? Dəsmallarıdır. Yəni burada da bir dənə ədyalımız var əlavədən. Kimsə məsələn əlavə adam gəldi özünüzlə yatmaq istəyir. Onu da istifadə edə bilərsiniz. Bu isə əlavə adam üçün balışdır. Sonra qızlar çolprasino hər müştəridən sonra təzələnir. Yəni onları yuyuruq, ütülüyürük, yerləşdiririk. Bura hamamımızdır. Hamamımız da hal-hazırda belədir. Hər gələn müştəri üçün yeni hamam dəstləri qoyulur. Hal-hazırda müştərilərimiz istifadə edib və qablarını atıblar normal olaraq. İşte hamamın içərisində səliqəlidir bu vəziyyətdə. Güzgümüz biraz şişlənib. O da yəqin ki, müştərimiz istifadə edəndən sonra olubdur. Yuyulub təmizlənəcək. Burada diş çöpü olur. Diş çöpü deyirəm, diş şotkası olur. Sonra qulaq çöpü görürsünüz, bir dənəsi qalıbdır. Bu, nə deyirsiniz buna? Fen. Yəni fen, bu otellərdə istifadə olunan fenlərdən çox qəşəngdir. Yəni çox sevirəm. Belə görürsünüz, nə vaxt istəsəz 24 saat işləyir. Hər biri, yəni heç birinin asazlığı yoxdur. Sabun olur, orada şampun olur, duş geli olur. Belə. Sonra qızlar yuxarı mərtəbəni göstərim sizə. Yuxarı mərtəbədə eyni ilə ən az bunun qədər səliqəli və təmizdir. Yəni o baxımdan ürəyiniz rahat ola bilər. Bura çıxırıq 2-ci mərtəbəyə. Mənim
ən çox sevdiyim ikinci mərtəbədir. Çünki rahatdır və panoramadır. Burada da yenə yatağımız var, bir dənə yataq dəstidir. Belə. Yataq dəstidir, bir dənə kravat taxtı, yəni. Və hər çıxan müştəridən sonra yenə bunun pastelləri dəyişdirilir. Pastellərin hər biri ütülənir, tərtəmiz olur. Yəni, heç birində hər hansı bir mikrob, çirk ola bilməz. Çünki hər biri ütülənir. Ütülənmək də ki, artıq bir işin məncə ən full vəziyyətidir ki, çox önəm veririk biz bu işlərə. Bu da hal-hazırda aşağının görüntüsüdür. Düşüb oranı səliqəyə salmalıyam. Gedək bir yerdə kofe düzəldək, içək, daşı söhbət eləyək. Çünki aşağı üçün bir-iki yeni əşya gətirmişəm. Onları açmalıyam. Bir də deməli qızlar. Bura təzə bir klok gətirmişəm. Mən bu stolu evdə istifadə eləyirdim. Bir ili də almışdım. Çox belə super vəziyyətdə də. Yəni, bir istifadə olunan stolun üstündə bir dənə ləkə, nə bilim, cızıq yox idi. İndi müştərilərimiz sağ olsun, biraz istifadə eləyəndə narahat istifadə ediblər. Onlar da ki, qınamıram, istirahətə gəlirlər. Yəqin ki, ona görədir. İndi burada biraz cızıqlar falan var. İndi ona görə bunun üstünə klok sərəcəm. Bir dənə də belə ət doğramaq üçün bundan gətirmişəm ki, rahat şəkildə, bəlkə də bunun üstündə ət doğrayıblar, belə olub, bilmirəm. Yəni, bunu doğrayanda, əti doğrayanda bunun üstündə doğrasınlar ki, heç bir problem olmasın. Ara gördüyünüz kimi bağlıdır, o baxımdan ürək rahatlığından dincələ bilərsiniz. Və gedək sumkadan, maşından bəzi əşyalar var, onları götürək gələk. Maşın da yerləşir, yəni. Bir dənə maşın qolunu yerləşir. Dincəlmək üçün gəlmək istəsəz nəzərə alarsınız. Bu da ora gətirdiyim qablardır. Tripodum da bunun içindədir. Tripodumu çıxardım, telefonumu qoyum tripoda və düzəldək buraları səliqəyə salar. Əşyaların çoxu buradadır. Xana üçün gətirdikləri bir yerdə açaq. Belə bir qab gətirmişəm. Bunun içərisinə pisok tökəcəm. Və yenə belə bir qab var. Bunun da içərisini yuyacam. Bir dənə buz tökəcəm. Yox, pisok idi, yəni saxlı bir şey var. Bu torluq papağıdır. Bu evdə keks pişirmişdim. Ondan gətirmişəm. Burada içməyə. Mənim əl kremim. Oğlum kitabı. Burada qədər oxuyacaq. Və bu da mənim adaptörüm. Sonra mağazadan nələr almışıq. 3 dənə belə kofe almışam. Torka bıka adı var. Və bir dənə də kola. Bu qışın günündə bu kolanı niyə alırım mənim yoldaşım, mən baxmışsın. Bir davam eləyək işlərimizə, görək nə iş görürük. Doğru, nə tək keçdi? Yaxşı da. Qoğuzu macəram. Yaxşı. Dincələ bildim. Babat dincəldim. Bir başlı quruyum. Dəsmalları getdi. Özün gəl. Ged o diyor, o hamamda qurula fenlə. Doğru, ged ata fenlə qurulasın ürəyim. Ömrüm, ged. Oyna bu bir damcımına qoyayım. Yersən də ged atan başını qurulasın, mən də buranı düzəldim. Götür o şey yaxını. Abla, sən şey yaptın, yeni. Saçım. Götür bunu. Çıxarım, götür. Və mən biraz ortalığı yığışdırdım. İndi oturmuşam, bu oğlan dərsini oxusun. Özümə də kofe düzəldirəm. Nerede? Sən hələ dərsi oxu. Qismət olsa bu kofedən içib biraz dincələcəm. Amma bəlli deyil də, dəqiq deyil. Bəlkə qismət olar, bəlkə bu oğlanla dalaşaram. Oje hələ bilinmir. Çünki bu oğlan məni incidir. Doğru. İncidirsən ananı. Hamamımızı da təmizlədik. Gördüyünüz kimi güzgümüz tərtəmiz. 2 dənə şotka var, 2 dənə qulaq çöpü var. Burada 2 ədəd sabun var, 2 ədəd duş geli, 2 ədəd şampundur. Tuvaletin zibil qabısı dəyişdirildi, təzə salfetka qoyuldu. Bura dəsmal asmırıq, çünki səliqəli görünmür. Dəsmalları qoyuruq şkafa.
müştərilərimiz orada istifadə edir. Burada da tapçıqalarımız var. Tapçıqamız 4 ədəddir. İkisi çöl üçün, ikisi də içəridə istifadə etmək olur. Qablarımızı da düzdük. Hamısı yuyulub, təmizlənib, silinib, qupqurudur. Yanımız da buradadır. İstifadə etmək üçün rahat şəkildə gözə görünsün deyə burada qoyuram ki, müştərilərimiz onu axtarmaq üçün əziyyət çəkməsin. Gətirdiyim o saxlanıc qablarını yuyub təmizlədim. Birinin içərisi duzdur, birindəki qənddir. Aşağıda istərsəniz qrafinka var istifadə etməyə və bıçaqlar. Üzülərimiz də təmizləndi və hovuzumuz da həmişəki kimi istidir.